Salam əziz şagirdlər, indi isə sonuncu dərs mövzumuzun ikinci hissəsinin ev tapşırıqları ilə tanış olaq. Birinci tapşırığımız. Məktəbdə keçirilən bu son dərs Fransın həyatına necə təsir göstərə bilər? Sizcə o, müharibə illərində məğlub olmuş vətənində fransız dilini öyrənmək üçün hansı cəhdlər edə bilər? Bax, bu barədə fikirlərinizi yazarsınız. Növbəti tapşırığımız. Bugün sizinlə mən sonuncu dəfə məşğul oluram. Xahiş edirəm, çox diqqətli olun. Bu cümlə müəllimin ana dilinə, vətəninə olan münasibətini necə ifadə edir? Çünki o sonuncu dərsində şagirdlərinə böyük tövsiyələr verir və öz sədaqətini, vətəninə olan sədaqətini, özünün ana dilinə, fransız dilinə olan sədaqətini göstərirdi və bunu da öz şagirdlərinə aşılayırdı. Siz də fikirləri davam etdirin. Müəllimin münasibətini necə ifadə etməsi haqqında fikirlərinizi yazarsınız. Növbəti tapşırıq. Mətnin strukturunda finala dair hansı genişləndirməni apara bilərsiniz? Dərs bitdi, gedin cümləsini müəllim ifadə etdikdən sonra nələr baş verə bilərdi? Sizcə şagirdlər sinifdən çıxıb gedəcəkdilər, bəlkə onlar sinifdə qala bilərdilər, bəlkə onlar müəllimlərini, öz məktəblərini müdafiə etmək üçün hansısa addımlar ata bilərdilər. Bax, bunu siz genişləndirib yaza bilərsiniz. Növbəti tapşırığımız Fransın və Amelin davranışları arasında oxşar və fərqli cəhətləri müəyyən edəcəksiniz. Müqayisə edib və əsaslandıracaqsınız. Frans və Amel, onlar hər ikisi vətənpərvər idilər. Bu onların oxşar cəhətləri idi. Fərqli cəhətlərini isə siz yazacaqsınız. Sağ olun, gələn dərsimizə qədər.